Soruşursunuz ki, onurğa yırtıqlarından, protruziyadan bu qədər video qoyursan, xeyri var. Xeyri odur ki, əməliyyatsız şükür Allaha, повседневными работами məşğul ola bilirəm. İndi mənə qladiatorluq eləmək lazım deyil ki, Allaha min şükür, düzdür, dərdi verən də Allahdır, alan da Allahdır. Neyse, bax, benzin nasosçu bakın içində olan benzin nasosçunun filtrin yuyulması. Həmişə bunu çəkim göstərirəm. Bir də biraz zəhmət olmasa, bax, baxın. Bax, baxın, maşınımız neynə işləyir. Gördünüz? Ondan da əlavə, həmişə demişəm, benzin nasos filtr motorxanaya gedən hissə, injektoru qoruyur. Benzin nasosun özün isə bir dənə bu primitiv, adi o evimizdə rakoviniya setka qoyuruq, o setkadır. O setkada bu ağ setkadır. O günahlardan qaralıb olub qapqara. Görün bu nə qədər zibra baxın. Yəni bu ilə maşın əlbəttə ki, normal işləmez. Bu qədər.